Məclislərin birində gənc adam illər öncə ona dərs demiş müəllimini tanıyır, ona yaxınlaşaraq belə deyir. Salam müəllim, məni xatırladınız, orta məktəbdə mənə dərs demisiniz. Müəllim gənci başdan ayağa süzdükdən sonra, əlbəttə tanıdım. Mən sənə orta məktəbdə ibtidai sinifdə dərs demişəm deyir. Çox məmnun oldum səni illər sonra görməyimə. Neynirsən, necəsən, nə işlə məşğul olursan? Gənc də, mən də sizin kimi müəllim olmuşam. Müəllimi, çox gözəl, müəllim olmağın sevindirici haldır. Bəs niyə görə müəllim olmaq qərarına gəldin? Gənc sözünə belə davam edir. İllər öncə siz bizə dərs dediyiniz zaman siz məni ilhamlandırdınız. Sizdən aldığım ilhamla mən də qərar verdim ki, gənclərin yoluna işıq olum, onları həvəsləndirim, onları həyata bağlayım və onlara uğur aşılayım. Bundan sonra qərar verdim ki, mən müəllim olmalıyam. Müəllimi, əlbəttə, çox gözəl bir qərar vermisən. Ancaq qeyd etdin ki, mən sizi dərs dediyim zaman ilhamlandırmışam müəllim olmağınız üçün. Mən sizi necə ilhamlandıra bilərdim ki? Gənc sözünə belə davam edir. Müəllim, siz bizə dərs dediyiniz zaman bizim sinifimizdə bir oğlana valideynləri gözəl bir saat almışdılar. Mənim valideynlərimin isə o saatı alacaq maddi imkanları yox idi. Ancaq mən də o saatı çox xoşlayır, həmin o saatdan istəyirdim. O saatı o qədər çox istəyirdim ki, böyük tənəffüslərin birində sinif yoldaşımın cibindən onun saatını oğurlamışdım. Tənəffüsdən qaydanda sinif yoldaşım saatının oğurlandığını dedi sizə. Siz də bütün sinifə saatı kim götürübsə ortaya qoysun, dediniz. Heç kimdən xəbər çıxmadığı zaman siz otağın qapısını arxadan bağlayıb, bütün oğlanların ciblərini yaxşı-yaxşı yoxlayacağam, dediniz. O zaman çox utanmışdım. Həyatımın ən utanc verici zamanı olduğunu düşünürdüm. Mən bütün sinif yoldaşlarımın yanında utanacaq, müəllimlərin və valideynlərin məni yalançı və oğru qəbul edəcəkdilər. Siz bütün oğlanları üzlərini divara tərəf çevirib, gözlərini də əlləri ilə bağlamalarını söylədiniz. Biz hamımız üzümüzü divara çevirib, əllərimizlə gözlərimizi bağladıq və siz başdan başlayaraq bütün oğlanların ciblərini yaxşı-yaxşı yoxlamağa başladınız. Mənim yanıma gəlib çatdığınız zaman əlinizi mənim cibimə saldınız və saatı oradan götürdünüz. Ancaq heç kimə heç nə demədən siz məndən sonraki oğlanların da ciblərini yoxlamağa başladınız. Bütün uşaqları yoxlayıb bitirdikdən sonra heç kimə heç nə demədən saatı sahibinə qaytardınız. O gündən sonra nə siz mənim sinif yoldaşlarıma, nə müəllimlərimə, nə də valideynlərimə bu haqda bir söz belə demədiniz. Mən o gündən etibarən anladım ki, müəllim sadəcə tələbələrinə bir bilgini öyrədən deyil, eyni zamanda həyatı da öyrədən insandır. Mən o zaman anladım ki, müəllim sadəcə öz tələbələrini cəzalandıran deyil, etdikləri xətalardan sonra dərs çıxarmağı öyrədə bilən insandır. Mən ondan sonra ilhamlandım və qərara gəldim ki, mən də sizin kimi dəyərli bir insan olum, müəllim olum və öz tələbələrimi, öz şagirdlərimin həyatına işıq tutub onları həyat yoluna bəxş edim. Müəllim bu hekayəni dinlədikdən sonra çox təəccüblə gəncə baxmağa davam edir. Gənc, müəllim, həmin hadisəni xatırlamadınız? Müəllim sözünə belə davam edir. Xatırlamasına xatırladım, əziz balam. Sadəcə o saatın sizin cibinizdən çıxdığını xatırlamadım. Gənc adam təəccüblə soruşur. Müəllim, bu necə ola bilər? Axı siz özünüz əlinizlə o saatı mənim cibimdən çıxardınız. Müəllim sözünə belə davam edir. Doğrudur, əziz balam. O saatı mən çıxartmışam. Ancaq mən bütün şagirdlərin ciblərini yoxlamadan qabaq, onların ciblərini yoxlayarkən mən özüm də gözlərimi yummuşdum. Ona görə də hələ də o saatın kimin cibindən çıxdığını bilmirdim. Bəli, əziz izləyicilərimiz, bir müsəlman başqa birinin eyiblərini bu dünyada örtərsə, Allah-u Teala da həmin bəndənin qiyamət günündə eyiblərini örtər buyurur Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Biz də ətrafımızdakı insanların, dostlarımızın, tanışlarımızın eyiblərini üzlərinə vurmaq,
eyblərini başqalarına danışmaq yoluna deyil, onları ötmək, onları bağışlamaq yoluna əl atmağımız ən fəzilətli əməllərdəndir. Adəm olmasa, Adəm etməz Adəmi. Adəmə Adəm gərəkdir, Adəm edə Adəmi, deyir şair. Bir insanın başqa birisinə bir öğüd verməsi üçün, onu yaxşı yola çəkə bilməsi üçün, onun özünün də yaxşı yolda olması və ən əsası insan və adam olması əsas şərtlərdən biridir.